Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsadov qərar imzalayıb. Qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, lisenziyalar və icazələr haqqında və avtomobil nəqliyyatı haqqında qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nədək Nazirlər Kabinetinə təqdim etməlidir. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və bu qərarın birinci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.